diaqramda Akşenin mart, aprel, may, iyul aylarında yığdığı pul haqqında məlumat verilmişdi. O qiyməti 210 manat olan velosiped almaq istəyir. Gəlin bir ayları yazıram. Mart nə qədər puldur? 35. Baxın uşaqlar. 0, 5, 10, 15, 20, 25, 30, 35. Burada buradan gəlir. Demək, mart nə oldu? 35. Aprel. Ay yazsam, belə qısa yazıram. Baxın, harada birləşdi? 30-da. 30 manat. May. Bu da yenə 40-da. 35-də. İyun. 40. İyul. Baxın, burada birləşir. O da nə oldu? 25. Akşin hansı ayı ən çox pul yığmışdı? Hansı aydı? İyun. Birinciyə nə getdi? Birinciyə bir qoyuram. İyun. Akşin hansı ay ən az pul yığmışdır? Hansı ay ən az pul yığıb? İkinciyə qoyuram. İyul. Üçüncüyə keçirəm. Akşin hansı aylarda eyni miqdarda pul yığmışdır? Baxın, eyni miqdar hansılarda? Mart, may və may. Akşin bu velosipedi almaq üçün avqust ayında neçə manat pul yığmalıdır? Baxırıq, 4-cü suala cavab veririk. Əvvəlcə bu yığdığımız aylar var ki, görək nə qədər ümumi pul yığıb. 30, 35 nə elədi? 65. Üzərinə 35 gələm. 100. 100-ün üzərinə 40 gələm. 140. Üzərinə 25 gələm. 165. Ancaq 210 manat daxı velosiped. Bax, ancaq yığdığı pul da 165-dir. Demək, 210-dan çıxıram 165-i nə qədər daha pul yığmalıdır? 45. Cavabımız neçə manat oldu? 45 manat daha pul yığmalıdır. Keçirəm ikincisinə. Xətti diaqramda 6 saat ərzində şirniyyat mağazasında satılan tortların sayı təsvir edilir. Gəlin baxaq saatlarımıza. İkinci tapşırıq. 11:00. Nə qədər olur? 5, 10, yenə də 5 artıb 15. Tort nə qədərdir? 15 dənə. 12:00. Nə qədərdir? 25. 13:00. O da 25'dir. 14:00. Nə qədərdir? 20. 15:00. O nə qədərdir? 35. 16:00 nə qədərdir? 30. Hansı 2 saatda eyni sayda tort satılmışdı? Hansı 2 saatda? 2 dənə saatı göstərək ki, eyni satılıb. O da hansıdır?
12:00-dan 13:00. Birinciyə qoyacağım 12:00 və 13:00. İkinciyə baxıram. Hansı saat ən çox tort satılmışdı? Baxırıq. Bunların içində 35 ən böyükdür. 15:00-da. Keçirəm üçüncüsünə. Hansı saat ən az sayda tort satılmışdı? 11:00-da. Dördüncüyə baxıram. 6 saat ərzində cəmi neçə tort satılmışdı? Baxın 6 dənə saat var. 1, 2, 3, 4, 5, 6. Deyir cəmi nə qədər tort satılmışdı? Gəlin toplayaq. 15 üstəgə 25. Neydir? 40 eləyir. 40-ın üstünə 25 gəlirik. 65. 65-in üzərinə 20 gəlir. 85. 85-in üzərinə də bu 65-i gəlirəm. Baxın bu 65. 150. Demək, nə qədər toplam tort satılmışdı? 150 tort. Keçirəm üçüncü tapşırığa. Üçüncüdə. 5 uşağın meşədən yığdığı qarağat haqqında məlumat verilib. Arzu 12 kiloqram qarağat yığıbsa, Arzu 5 uşaq cəmi neçə kiloqram qarağat yığıb? Gəlin uşaqlar. Arzu demək, bunun bir yerdə bərabər eləyirik nəyə? 12'ye. Gəlin hesablayaq. Arzu deyir 12 kiloqram qarağat yığıb. Gəlin x-i tapaq. 3x bərabərdir. Bölmədir. Sağa gələndə vurma olur. Bu vurmadır. Sağa gələndə bölmə olur. X bərabərdir 40'a. Nə etdi? 40. Demək x-imiz nə oldu? 40. Ancaq arzu 12'dir. 40'ı yerinə qoysam, burada nə alınır? 40'ın 5'də biri 8, 40'ın 4'də biri 10, 40'ın 8'də biri 5, 40'ın 8'də biri bu da 5. Demək, 5 uşaq cəmi neçə kiloqram qarağat yığdı? Gəlin birinci tapşırıq. Belə birincidir. Deyir cəmi neçə qarağat yığdı? Demək, arzu 12'dir. Üzərinə Kəmalə, üzərinə Murad, üzərinə Toğrul, üzərinə Sənan. Toplam 20, 30, bu da 40. Nə qədər oldu? 40 qarağat yığılıb. Keçirəm ikincisinə. Murad neçə kiloqram qarağat yığıb? Murad neçə kiloqram qarağat yığıb? 10. Baxırıq, burada var. Toğrul Kəmalədən neçə kiloqram az qarağat yığıb? Toğrul Kəmalədən 8'dən 5 çıxıram. Demək 3 kiloqram az yığıb. Arzu Sənandan neçə kiloqram? Arzu Sənandan neçə kiloqram çox qarağat yığıb? Yenə də Arzundan Sənanı neynirəm? Baxıram. Görək nə qədər çox? 7 kiloqram çox qarağat yığıb.